Tanınmış prodüser və aparıcı Tarix Əliyev ilə müğənni Elnar Xəlilov arasında canlı efirdə gözlənilməz gərginlik yaşanıb. Bu hadisə izləyicilər və sosial media istifadəçiləri tərəfindən geniş rezonans doğurub. Milli Az xəbər verir ki, gərginlik Tolik'in təqdim etdiyi proqramlardan birində canlı yayım zamanı baş verib. Verilişə dəvət edilən Elnar Xəlilovla Tolik arasında əvvəlcə söz tartışması başlayıb. Daha sonra isə vəziyyət daha da qızışıb. İddialara görə qarşıdurmanın əsas səbəbi Elnar Xəlilovun efirə gəlməzdən öncə verilişin əməkdaşlarından birinə dediyi bəzi tənqidi ifadələr olub. Həmin sözlər Tolikə çatdırılıb və bu onun ciddi narazılığına səbəb olub. Aparıcı canlı yayımda bu məsələyə açıq şəkildə toxunaraq narazılığını dilə gətirib və Elnarın bu cür münasibətini qəbul edilməz adlandırıb. Veriliş zamanı yaranan bu gərgin atmosfer studiyada da hiss olunub. Tolik və Elnar arasında qarşılıqlı iradlar, kəskin sözlər və fikir ayrılığı baş verib. Müğənni Elnar Xəlilov isə öz mövqeyini müdafiə etməyə çalışaraq söylədiyi fikirlərin kontekstdən çıxarıldığını bildirib və niyyətinin heç də təhqir xarakterli olmadığını vurğulayıb. Bu hadisənin kadrları tezliklə sosial şəbəkələrdə yayılıb və izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Bəziləri aparıcının haqqı olduğunu qeyd edərək onun səmimiyyətini təqdir ediblər. Digərləri isə müğənniyə dəstək çıxaraq məsələnin bu qədər böyüdülməsini tənqid ediblər. Hazırda nə Tolik, nə də Elnar Xəlilov hadisə ilə bağlı əlavə açıqlama verməyiblər. Lakin bu gərginlik sənət aləmində iki tanınmış sima arasında olan münasibətlərin gələcəkdə necə davam edəcəyi ilə bağlı suallar yaradıb.